Salam dostlar, hər vaxtınız xeyirli olsun. Dostlar, zəhmət olmasa bəyənin, paylaşın. Deməli dostlar, bu günlərim səhər-səhər bir dostumuz var, onunla danışıram. Deməli, Azərbaycanda adamın haqqı deməsi üçün, yəni dediyi üçün, hətta müxalif bəzi insanları dəstəklədiyi üçün adamı götürüb marihuana ilə, nəşə ilə şərliyiblər və 25.000 manat pulunu alıblar. Yəni səhər-səhər bir dostumuz var, onunla danışıram. Adamı elə günə qoyublar ki, yəni bildiyiniz adam deyir ki, mən meyid olmuşam da. Yəni zülüm, zillət çəkib, əlimin zəhməti ilə düzəltdiyim, tikdiyim evimi mənə satdırıb, məni şərlədilər deyir, satdırıb o evi deyir, pulunu məndən aldılar. Mən o qardaşa deyirəm ki, ay qardaş, bu neçə ildir mübarizə gedir, neçə ildir dirəniş göstəririk, canımızı fəda veririk. Biz deyirik, ay qardaş, ay insan, ay gözəl insanlar, ay əziz qardaş və bacılar, bu günlərim mənim qapım döyülürsə, sabah sənin qapındır. Bunu biz kimə deyirik ay qardaşım? Ay insanlar, bunu kimə deyirik biz? Bunun sizə adiyyəti yoxdur qardaş. Yəni, sən niyə gözləyirsən ki, gəlib səni şərləyib, evini satdırıb, əlinin zəhməti ilə neçə illərini vermirsən, illərini. Həm ailə dolandır, həm getginən, ev tikdirginən. Bəs sən bir kişi olaraq, bir adam olaraq, bir insan olaraq qardaşım, gedib bu qədər əziyyət çəkirsən, ailə uşaq dolandırırsan, əlinin zəhməti ilə bir 3-5 sot torpaq alıb içində bir ev tikdirirsən, bir daxma tikdirirsən ailənin uşağının içinə yığmaq üçün. Siz bu mübarizəni görmürsünüz siz. Siz bu insanları birliyə çağıran, təbii ki, hamıya aid deyil. İçimizdə az da olsa şərəfli insanlar var. Bunlara dəstək verin. Bir gəlin təşkilatla meyilli olun. Niyə gözləyirsiniz ki, gəlib sizin evinizi satdırıb sizdən evinizin satdığınız o pulu 25.000, 30.000 nədirsə əlinizdən alsınlar. Və yaxud da evinizi uçurtsunlar. Ailənizi, uşağınızı çöllərə salsınlar. Sizə zülüm eləsinlər. Qardaş, niyə sıranı gözləyirsən? Nə üçün axı? Sən nə cür insansan, nə cür bir vətəndaşsan, nə cür el oğlusan sən? Deyir, mən neyiniyim? İndi səhər-səhər danışıram, bir qardaşımız, bir dostumuz şərliyib, evini satdırıb əlindən pulunu alıblar. Nədir bunun? Rusiyadan gəlib, burada da Rusiyadan gətirdiyi pulla burada iş görüb, bir balaca bir biznes qurub iş görüb. O işlə də qazandığını bir neçə ildə özünə ev tikdirib falan. İndi insandır da, indi nə olar ki, hər kəs işləyər, hər kəs pul qazanar, hər kəs əziyyətini ortaya qoyar. Nə olar ki, biri Moskvada, biri Almanda, biri Azərbaycanda. Yəni, bunu eləyə bilirik də, adam cəsarətlidir də. Burada nə var ki? Hamımıza Allah qismət eləsin, nə olar ki? Amma, qardaşım, siz bu günə qədər niyə ancaq bunu düşünmüsünüz? Ailəm, uşağım yaxşı yaşasın, bir evim varsa ikinci evi də alım. Olsun, belə 10 da ev olsun. Məsələ o deyil. Amma Allah Teala belə buyurub ki, Quran-ı Kərimdə belə yazıbdır ki, qardaş, qazancının, gəlirinin 3də 2-sini haqq üçün ayır. Haqq üçün ayır. Niyə ayırmırsınız, qardaş? Bax, mənim kimi oğullar az da olsa var meydanda. Niyə bu adamları meydanda tək qoyursunuz? Maddivi, mənəvimi, niyə dəstək vermirsiniz? Sizin elə gərək haqqınızı, pulunuzu bu İlham Əliyev rejimi yesin, dağıtsın, başınıza min oyun açsın. Ondan sonra zəng eləyəsən ki, ay Rafael qardaş, ay Rafael Piriyev, başımıza belə bir hadisə gəlib. Nə olub qardaş? Rusiyada işləmişəm, özümə biraz pul para yığmışam, gəlmişəm burada xırda bir biznes qurmuşam, iş adam olmuşam. Oradan qazancımdan ailəmi, uşağımı dolandırmışam. Bir evim var idi, birini də tikdirmişəm.
və mənim irəli getməyimə imkan vermirlər, haqsızlıq edirlər. Müxtəlif vasitələrdən, yollardan istifadə edib polis, DTX, məhkəmə, başıma minoyun açırlar. Məni şərləyirlər, evimi əlimdən satdırıb pulunu alırlar. Qardaş, səs gəlir mi dostlar? Səs, görüntü necədir? Zəhmət olmasa bəyənin, paylaşın. Abunə olun kanalımıza. Səs, görüntü necədir? Burada yazın zəhmət olmasa. Səs, görüntü dostlar, zəhmət olmasa bəyənin, paylaşın. Yəni sən, ay dostum, ay qardaşım, niyə sən müxalif insanlara, düzgün insanlara dəstək vermirsən? Bir balaca da Allahın verdiyi ağlı mənə deyir ki, kimə dəstək verim, kimə inanım? Deyirəm, qardaşım, mənə nə zəng eləmsən? Niyə zəng eləmsən? Xeyr ola, qardaş. Deyir, sənə inanıram, güvənirəm, dəstək verirəm. Qutardı getdi də, özün deyirsən ki, inanıram, zəng eləmişəm. Səni səmimi bilirəm, zəng eləmişəm. Düzdürmü? İnanırsan da. Və sən inandığına bu günə qədər nə kimi dəstək vermirsən? Ay əziz qardaşım, ay gözəl insan. Nə kimi dəstək vermirsən? Heç bir dəstək. Heç bir dəstək. Gedirsiniz ancaq özünüzü düşünürsünüz, qarnınızı düşünürsünüz. Bir eviniz var, ikinci evi tikdirməyi düşünürsünüz. Bu vətənin xilasını kim düşünəcək? Nə vaxta kimi siz nəfsinizə dost olasınız? Deyirəm, sakit qalır, cavab verə bilmir. Təbii ki, boynunu alır, deyir, bəli, düz deyirsən. Bu nədir belə? Yəni siz quyunun dibinə girəndə deyəsiniz ki, səslənəsiniz ki, başıma bu iş gəlib. Və sən bu günə qədər məni izləmirsən, dəstək vermirsən, düzdür, zəng eləməmsən, əlaqə saxlamamısan, qəlbində dəstək vermirsən, səmimiyyətimi görmürsən, mən səni qınamıram, digərlər də o qədər oyun oynur ki, məni görməkdə də çətinlik çəksən, mən və mənim kimi digər az sayda da olsa insanlarımız var meydanda. Və sən yaxşı, bu günə qədər niyə bir zəng eləyib maraqlanmırsan, demirsən, ay Rafael qardaş, nə cür eləyə bilərik, necə eləyə bilərik, əlimizdən nə gəlir, ay insan, ay qardaş. Bəyəm mənim, bir dənə mənim məsələm, mənim problemimdir, bu ölkənin problemi. Özdə adam mənə bilirsiniz nə deyir dostlar? Səhər-səhər danışırıq, adamın ürəyi ağrıyır. Bu da zülüm çək, əziyyət çək, illərini verginən. Bir balaca, xırda bir biznes qurginən, iş adamı olginən. O biznesdən gələn pullarınla özünə ev tikdir. Uşaqlarının, ailənin gələcəyi üçün onu da əlindən alsın. Adam ürəyi ağrıyır. Amma bir tərəfdən də düşünürəm, qardaş, ürəyim niyə ağrısın ki? Niyə axı? Sən nəfsinin dalınca, peşincə gedən adamsan. Ürəyim niyə ağrısın axı? Hə? Bizim kimi oğulları düşman qarşısında tək qoyub, gedib illərinizi bu düşmana xərcləyirsinizsə, mənim niyə ürəyim ağrısın sizə? Ay insanlar, ay gözəl insanlar. Niyə axı? Nə olar ki, biz düzgün insanlara dəstək verin, əqidəli insanlara dəstək verin. Və bir ləyaqətiniz olsun, bir kişiliyiniz olsun, bir nəfsinizlə düşman olmağı bacarın. Düzlə əyri seçmək üçün Allah sizə ağıl verib. Bir gündə 24 saat verib. Bunun 1-2 saatını xərcləyin, bir ağlınızı işlədin, kimdir də. Düz xardadırsa ona dəstək verin. Düz sözə yox, düz adama. Düz sözü çox adam deyir. Düz adama dəstək verin. Və nə vaxta kimi davam eləyəcək, qardaşım, ay insanlar? Bu deyir, dostlar, problem budur. İnsanlar gedir, nəfsinin dalınca gedir. Gedir, quyunun dibinə düşən kimi səslənir ki, ay Rafael Piriyev, mən səni dəstəkləyirdim, sən düzgün insansan, səmimi insansan, neçə ildir səni izləyirəm. Qardaşım, məni izləməklə iş qalmır. Mən səndən dəstək istəyirəm, mən səndən kömək istəyirəm. Mən səndən bunu istəyirəm, sən bunu yerinə yetirmirsən, məni izləməyini neynirəm mən? İzlə də o qədər izləyinlə belə 1500 il izlə, neynirəm ki? İşi bir yerdə görməliyik, sənin mənlə hamımız. Sən gedib bütün ömrünü, gününü xərcləyirsən, nəfsinə, ev tikəcəm, nə bilim, neynəyəcəm. Ancaq bu şeylərə, qardaşım, bir dəfə də Allahın verdiyi bu, hər günün 24 saatının, bir saatını da bu məsələlərə xərcliyində bir ağlınızı işlədin, kimdir, kimlə oyun oynayır, kim düz yolu gedir, kim səmimidir, kimin yanında durmaq lazımdır, necə eləmək lazımdır. Bunu siz eləmək istəmirsiniz, siz nətər millətsizsiniz, nətər kişisizsiniz, nətər millət evladısınız siz. Danışanda da, dindirəndə də millət sevirik, vətən sevirik, bayraq sevirik.
Sonra qardaş, sevginin dalınca gedirsənmi? Sevginin məsuliyyətini daşıyırsanmı? Hə? Sevgi bir əmək istəyir. Sevgi bir əziyyət istəyir. Sən vətənə, millətə bağlı olan sevginin əziyyətini çəkirsənmi? Yox. Bütün vaxtını xərcləmirsən, ev tikməyə, arvad çox yaxşı yaşasın. Ancaq nəfs. Qardaş, olmaz demirəm. Yaşamalıyıq da, evimiz də olmalıdır. Söhbət ondan getmir. Amma bütün vaxtımızı, bütün Allah'ın bizə verdiyi gözəl, dəyərli vaxtımızı gedib biz dünya malı üçün xərcləyiriksə, ay qardaş, bizim başımıza daş düşmür. Ay qardaş, bizim ağlımızda, şərəfimizdə, kişiliyimizdə problem var. Vallah belədir, billah belədir. Belə olmaz. Bir millət olaraq, bir cəmiyyət olaraq özümüzə gəlməliyik, özümüzü düzəltməliyik. Adamın ürəyi ağrır ya qardaş. Azərbaycanın ləyaqətli oğulları, kişiləri ömrünü, gününü, bütün hamısını xərcləyir ancaq nəfsi üçün, mal, mülk üçün. Qardaşım, dəyərlər üçün kim savaşacaq? Dəyərlərə kim dəstək verəcək? Hə? Azərbaycanı bir cinayətkar təşkilat, Əliyev təşkilatı bir ailə işğal edibdir. Bunun işğalından xilas olmaq istəmir bu kişilər. Bunlar nə tər kişidirlər? Bunlar nə tər millətdirlər? Bunlar nə cürə anlayışdır? Bu nədir belə axı? Bu başda bu gəzdirilən ağıl nədir belə? Bir ağıl ki səni nəfsin dalınca aparacaqsa, kül olub o ağılın içini. O ağıl deyil ki bu. Yəni bir ağıl səni nəfs dalınca aparırsa, sən qalib deyilsən. Geçdə səni bir yerindən vuracaqlar. Birinin ailəsindən, birinin bax evindən, birinin torpaq sahəsindən, birinin balasını öldürürlər. Müxtəlif vasitələrdən istifadə edib. Bu fəsad rejimidir. Azərbaycandakı bu rejim, bu sistem, Əliyev rejimi. Bunlar fəsad rejimidir. Bunların hiləsi çoxdur. Sən bu qədər hilənin qarşısında savaşmaq əvəzinə oturub o hilənin sənə qarşı quracağı oyunun zamanını gözləyirsən. Sənsən ağıllı adam, sənsən şərəfli adam, hə? Sənsən bu dünyada dəyərli adam. Belə olmaz axı qardaş. Özümüzü düzəltməliyik. Şəxsiyyətimiz olmalıdır. Milliləşməliyik, millət olmalıyıq, kişiliyimiz olmalıdır. Bəstirin də bu qədər vicdan qarşısında baş aşağı yaşadınız. Kişi də vicdan qarşısında baş aşağı yaşayar. Bu rejimin bu qədər alçaqlığı, zülmün qarşısında susub, nəfsinin dalınca getmək, bu vicdansızlıq deyilmi? Vicdan qarşısında baş aşağı olmaq deyilmi? Mən belə adamlara necə dəyərli deyim? Adam baxır belə deyirsən, qardaşım, bu nədir belə? Bu adamlar gedirlər başı daşdan daşa dəyən kimi, dibi görən kimi gəlir ki, mənim Rafael, səni izləyirdim mən neçə ildir, sən belə oğlansan, səmimi oğlansan. Mənim başıma bu iş gəlib. Deyirəm, qardaş, neçə ildir mənlə əlaqə saxlamısan, deyir, birinci səfər səndən danışıram. Niyə qardaşım? Mən 10 ildir bu meydandayam, sən niyə mənlə bir dəfə danışmalısan ki? Hə? Niyə sən mənlə dəfələrlə danışmamalısan? Dəstək verməməlisən? Əl-ələ verməməliyik, bir iş görməməliyik. Getdin bütün vaxtını, ömrünün, Allahın sənə verdiyi gözəl, dəyərli ömrünü, illərini xərclədin nəfsin üçün. Bir evin var idi, ikinci evi də tikdirdin. Dedin ki, balalarım var, gələcəyi var. Nə gələcəyi qardaşım? Hə? Ədalətin olmadığı yerdə gələcəkdən danışmaq utancdır. Ədaləti bərpa eləmək lazımdır. Ondan sonra o ədalət sənin balalarının, özünün gələcəyini qoruyacaq, gətirəcək. Narahat olmasan ondan. Birinci ədalət. Ədalət lazımdır bizə. Qanun, qayda, insan dəyərləri, heyvan dəyərləri, bitki dəyərləri. Fikir ver, ədalət yoxdur. Zülüm, zillət baş alıb gedir. Rüşvətin baş alıb getdiyi bir ölkədə biz evlatlarımıza bir evin yanında bir dənə də ev tikirik ki, gələcək düzəldirik ki, bunlara. Gör, nə qədər biz şuursuz bir cəmiyyət olmuşuq, ha kişilər, ha insanlar. Adam düşünmür ki, qardaş, səni irəli getməyə qoymayacaq. İlham Əliyev rejimi bu millətin, evlatlarının gələcəyinin məhv olması üçün oradadır. Sən Azərbaycanlı olaraq, səhər-səhər mənə zəng eləyən dostumuz, sən indi adını çəkmirəm, problem yaranar. Sən həmən Azərbaycanlı qardaşımız, öz evladını düşünürdün. Bir evin var idi, ailənlə, uşağınla yaşayırdın, birini də tikdirmirsən yanında, düşünmürsən ki, evlatlarımın gələcəyi. Əliyev rejimi fəsadını, fitnəsini işə salaraq
səni şərləyir, başına min oynasır. Həmən tikdirdiyin o balalarına desənə gələcək. O gələcəyini darmadağın eləyir. Evini sənə satdırır 25.000 dollara. O pulu sənin əlindən alır. Bax, bu sənin balalarının gələcəyini məhv eləmək, oğurlamaq deməkdir. Ay Azərbaycanlı, ay insan, ay adam. Ayılın, oyanın. Bəstırın da bu nəfs dalınca getdiniz. Bir balaca da bir kişilik dalınca gedin, bir balaca bir qeyrət dalınca gedin, namus dalınca gedin, bir balaca da bir, nə bilim, belə deyək də, dəyərlər dalınca gedin. Bu nədir ay qardaşım bu? Nədir bu? Hə? Sən gedib o bir evə xəşlədiyin o 40.000, 50.000 pulu, nə olardı ki meydanda bizim kimi oğullara bir balaca maddi yardım eləyərdin, kömək eləyərdin, tələb eləyərdin. Qardaş, təbliğat istəyirəm, təşkilatlanmasını istəyirəm bu xalqın. Əl-ələ verək, gələcəyimiz məhv olur. Buna xərcləyin də bir dəvədə. Nə vaxta kimi siz poxlu qarnınızla dost qardaş olasınız? Nə vaxta kimi qardaşım? Bunun harası kişilikdir, bunun harası vətən sevməkdir, bunun harası gələcək düşünməkdir. Belə bədbaxt günündəyik, rəzil günündəyik dostlar, qardaşlar. And olsun Allaha. Bax, milyonlarla Azərbaycanlılar ölkəni tərk edib, düzdürmü qardaşlar? Bir çoxumuz da ailəli. Ailəsinin uşağını götürüb ölkəni tərk edib. Rusiyaya, Almaniyaya, Fransa, Kanada, düzdürmü? Kimi dindirsən deyir, mən evladlarımın gələcəyi üçün getmişəm. Sual eləyirəm, Almaniyada mən evladıma nə gələcək quracam ki? Evladım gedəcək, oxuyacaq, təhsil alacaq, bir normalni işə gedəcək, normalni pulunu qazanacaq, yaşayacaq, evladım böyüyəcək, gedəcək, nə bilim, başqa millətin qızı ilə evlənəcək, bunun da adını qoyacaq normal haldır, onun istəyidir, sevgi azaddır, belə söz oyunları ilə, qızım da gedəcək başqa millətin kişisinə, oğluna, ərə, bununla da mənim soyum, köküm, nəslim, gələcəyim kəsilir, bitdi. Bunun harası gələcək da kişilər, ay insanlar. Hə? Bu ağıllı adamların işidir, yoxsa ağılsız. Yəni biz ağıllı millətik, götürüb ailəmizi, uşağımızı gedirik Almana, Fransıza, Rusiya, ora-bura. Uşaqlar oxuyur, maşallah olsun, pulunu qazanır, yaxşı iş yerləri inteqrasiya eləmək falan. Bildik, bu gələcəkdir bu bəyən. Axı sənin qızın başqa millətin oğlunu ərə gedəcək, oğlun başqa millətin qızını alacaq. Bu bir nəsil sonra sənin kökün, soyun kəsilir. Sən hardan gələcək üçün çıxmısan, getmirsən Rusiyaya, Almaniyaya, Fransaya, ay Azərbaycanlı, ay insan, ay adam, ay ağlı nəfsi üçün, nə bilim, qarnı üçün işləyən bədbaxt insan. Sən gələcək üçün getmirsən, yoxsa nəslinin, kökünün kəsilməsi üçün getmirsən? Sən ağlın işləyir ya yox? Ağlın hansı dərəcədə, hansı istiqamətdə işləyir? Bu deyə problem dostlar, qardaşlar. Bir millət olaraq dəyərlərimizi düşünmürük. Dəyərlərimizi düşünmürük ki, biz nə qədər dəyərli insanlarıq? Kimik biz? Axı biz dəyərli insanlarıq. Biz gedib başqa millətlərdən nə cənnət axtarırıq? Hə? Mən öz millətimin içərisində, öz vətənimdə, öz dövlətimdə, öz ölkəmdə cənnəti qurmaq əvəzinə gedirik biz Almanda cənnət axtarırıq. Hambal işləyə-işləyə. Rusiyada hambal işləyə-işləyə cənnət axtarırıq. Nə bilim, orada-burada hambal işləyə-işləyə cənnət axtarırıq. Bu ağıllı adamların işidir bu. Hə? Bu ləyaqətli adamların işidir bu. Bu bir Azərbaycanın ləyaqətli evladının işidir bu. Biz nə qədər ağılsızıq biz. Biz bu ağılla, şuurla hara kimi gedəcəyik? Öz nəslinin kəsilməsinə şərait yaradan. Səbəb olan təbii ki, İlham Əliyev rejimi o heç, bunu istəyir. Amma biz də bu istəyi yerinə yetiririk. İlham Əliyev bu istəyi, nədir, bu ideyanı irəli atıb, bu mundar ideyanı, Azərbaycan xalqının kökünün kəsilməsi üçün bu ideyanı irəli atıb, biz də bədbax, ağılsız, şuursuz bir millət, bir tayfa, bir cəmiyyət olaraq bunların oyunlarına getmişik. Budur ağıllı millət, budur gələcəyini düşünən millət, budur şərəfli millət. Mən məcburam bunu deməyə dostlar. Olmaz artıq. Bir millət olaraq kişiliyimiz olmalıdır, ləyaqətimiz olmalıdır. Bəyənin dostlar. Zəhmət olmasa bəyənin, paylaşın.
Yox, deyir insanlar hara yaxşıdır, orada yaşayır. Orada insana verilen değer bazı yerlerde verilmir. Bu ayrı bir şeydir. Bu ayrı bir şeydir. Axı sen öz değerlerini sen bərpa eləməlisən. Sen ayaklar altına atılan değerlerin uğrunda savaşmalısan, mübarizə aparmalısan, direniş göstərməlisən, kişilər. Söhbət bundan gedir. Sen gör ne kadar alçalıb yerin dibine girmiş bir vatandaş, bir insan olmuşuq ki, gedib Alman dəyərlərinə söykənirik ki, orada mənə dəyər verəcəklər. Sonra da deyirik ki, dövlətimiz var, Azərbaycanımız var. Varsa qardaş, niyə gedib başqa millətin dəyərlərindən özünə, öz nəfsinə istifadə edirsən? Xeyr ola. Adama deyirlər, sənin dövlətin yoxdur, sənin vətənin yoxdur. Hə? Qanun yoxdur, ədalət yoxdur. Get zəhmətcə mübarizə apar. Təşkilatla bir kişi millət ol, bir qeyrətli, namuslu millət ol, şəxsiyyətin olsun, ortaya mövqe qoy, ölkənə ədalət gətir. Almaniyada Alman xalqına qanunlar işləyir, ədalət var, xalq onun üçün can qoyur. İtalyan onun kimi, Fransız onun kimi. Sən də get can qoy da, məndən artıq kişisənsə, məndən artıq millətsənsə, başa düşmədim mən. Mən zamanında döyüşmüşəm, vuruşmuşam. Almanya'ya mən ədalət gətirmişəm. Fransaya, İtalya'ya ədalət gətirmişəm. Bu xalqlar bu düşüncə ilə yaşayır. Sən nə düşüncə ilə yaşayırsan, bir Azərbaycanlı olaraq? Almanya'da ədalət var, qanun var, gedirəm orada mənə dəyər verəcəklər. Bu gülməli deyil bu. Bu düşüncə ilə, yəni məntiqlə düşünə bu gülməlidir. Başa bu məntiqə uyğun deyil. Sən əgər öz vətənində ədalətin bərpa olması üçün əlindən gələni eləmirsənsə, gedib Almanın, Rusun, Kanadanın, Fransızın işləyən qanunlarına söykənirsənsə, sən işğal olmusan sən. Sən Azərbaycanı, sən işğal olmusan sən. Başa düşdünüz? Və namuslu adam, şərəfli adam, kişiliyi olan adam, yaxşı olan işğalda yaşamaz. İşğala qarşı savaşar. Yaxşı kişi, yaxşı Azərbaycan kişisi buna deyirlər. Məntiq bunu deyir. Məntiq bunu deyir. Ona görə ayılmalıyıq dostlar, əzizlər. Deyir, burada söz bir yazıb ki, Azərbaycan hüquqi demokratik dünyəvi dövlətdir. O zaman ged orada yaşa da, ay söz bir. Kanadada necəsən? Oturmuşsan Kanadada. Kanadada niyə yaşayırsan ki, qardaş? Get ki, Azərbaycanda yaşa da, hüquqi və demokratik ölkədir. Sənin hüquqların qorunursa, sən niyə gedirsən nədir Kanadaya? Niyə axı? Məntiqlə hüquqları qorunan bir vətəndaş Kanadaya gəzməyə gitməlidir. Hər il 1 ay, 2 ay, 3 ay gəzməyə gitməlidir. Ailəsi ilə, uşağı ilə, yoxsa və ya təkcə özü. Yəni, hüquqları qorunan bir vətəndaş, məsələn, Almanın burada hüququ qorunur. Hər il 4 həftə, elə işlər var ki, 6 həftə yəni, istirahət verirlər, hər il. Gedir İtalya gəzir, Fransaya, Azərbaycana, canım sizə desin, Türkiyəyə, ən çox da Türkiyəyə. Başa düşmədim mən. Hüquqi dövlətdirsə, qardaş, ged orada yaşa, Kanadaya gəzməyə getkinə. Gedib, niyə Kanadada yaşamağa qərar verirsiniz? Niyə axı? Bu deyil məsələ, problem budur, qardaş. İnsanlar düşüncəsini düzəltməlidir, özünə bir çəki düzən verməlidir. Bir özünü tanımalıdır, qardaş. Azərbaycanlar özünü tanımalıdır. Tanımır bu millət özünü. Özünü tanıyan bir cəmiyyət bu seçimi eləməz özünə. Özünü tanıyan bir millət, şəxsiyyətli millət cənnəti öz məmləkətində axtarar. Gedib Almanın, Fransızın, Rusun, oranın, buranın, Kanadanın vətənində cənnət axtarmaz. Sənin ölkən var, vətənin var. Cənnəti burada axtar. Yoxdur, savaş, vuruş, hüququ bərpa eləcəkən orada. Ədaləti bərpa eləcəkən. Şəxsiyyətli Azərbaycanlı buna deyirlər. Mən bilmirəm, yəni bu qədər ədalətsizliyin, alçaqlığın qarşısında susub. Nə bilim, mən Azərbaycan sevirəm, ürəyim qurban, canım qurban, millətimi sevirəm. Ay qardaş, siz nədən danışırsınız? Və yaxud da burada bir nəfər yazıbdır ki, mən Azərbaycanda hüquqi dövlətdir, dünyavi dövlətdir. Dünyavi dövlətdirsə, o dünyanın içində Almaniyada var, Kanadada var. Bax, sən o söz burada yazan o, nədir o insan. Kanadada var bu dünyavi dövlətlərin içində. Kanadada olan hüquq var mı Azərbaycanda? Kanadada bir dənə qazi özünü yandırıb asır mı? Kanadada uşaq pulu verilir mi? Verilir. Azərbaycanda verilmir.
Kanadada vətən üçün canını qoyan bir qazi gözünün biri yoxdur, vətən uğruna qoyub. Hacı Vəliyev. Şərliyib, həbsiyib atıblar içəri. Kanadada bu var mı? Yoxdur. Bu nətər dünyavi dövlətdir ki, bu Azərbaycan? O dünyavi dövlətin içində Kanadada var, Azərbaycanda var, amma Azərbaycanda bu zülm baş alıb gedir, Kanadada yoxdur. Nətər olur ki bu? Bu sizi maraqlandırmır? Məntiq nə? Bu hadisə, bu baş verən biabırçılıq səni özünə çəkməlidir. Bundan mübarizə də olmalıdır. Haqsızlıq varsa vuruşmalısan, savaşmalısan, dirəniş göstərməsin. Səndə bu yoxdur. Oturmuşsan Kanadanın göbəyində deyirsən, Azərbaycan dünyavi dövlətdir, özdə hüquqi dövlətdir. Harda ay qardaşım? Harda? Bir ölkədə heyvanların hüquqları tapdalanır, insanların hüquqları tapdalanır, təbiətin hüquqları tapdalanır. Bunun hardadır hüququ? Nə danışırsınız ay qardaşım? Deyir, millətin çoxu işləmək istəmir, hazıra nazir olmaq istəyir. Belə deyək də, yarım milyona yaxın Azərbaycanlı var Almaniyada. Onun mən sizə deyim ki, 300-400 mini işi ilə məşğuldur, işləyirlər. Fransanın özündə də, digər ölkələrdə də. Hamısı gəlib, bir çox burada işləyir. Əgər bunlar işləmək istəmirsə, hazıra nazir olmaq istəyirsə, niyə gəlib burada işləyirlər, amma orada işləmək istəmirlər? Niyə? Sizcə bunun səbəbi nədir? Olmaz, belə yanaşmaq düzgün deyil. Biz işlək millətik, qoçaq millətik, şərəfli millətik, ləyaqətli millətik. Axı, bizim adımızı belə niyə qələmə verirsiniz? Niyə axı? Orada işləmək istəməyən gəldi, burada işlədi. Başa düşənmədim mən. Axı, mən orada işləyirdim axı Azərbaycanda. Elə deyil axı, sistem özü imkan vermir. Bayaq dedim mən efirin başlığında. Səhər-səhər bir dostumuzla, qardaşımızla danışıram. Gedib Rusiyada bir balaca işləyib pul para yığıb, gəlib Azərbaycanda bir balaca xırda bir biznes qurub. O biznesdən qazandığı pulla övladlarına bir ev tikibdir. Görüblər ki, irəli gedir, pulu var, sıra azımını şərliyib, evini satdırıb əlindən alıblar. Başa düşürsünüz? Necə yəni işləmək istəmir? Bəzən deyirlər, Azərbaycan xalqı rüşvət verməyə öyrəşibdir. Rüşvət verməsə mümkün deyil, nə bilim nə. 100 dənə söz danışırıq öz adımıza. Qardaşım, elədirsə o rüşvət verən, gəlsin burada deyiləsin də, görüm eləyə bilir, rüşvət verə bilir Almaniyada. Verə bilmir, çünki sistem imkan vermir. Çünki hüquq, qanun ona imkan vermir. Amma Azərbaycanda hüquq yoxdur deyə, qanun yoxdur deyə rüşvət var. Yəni pulunu ver, pul qanundur. Pul qanun. Nə bilim, Azərbaycanda indi bəzilər var da maşinlikli eləyir, 200'lük eləyir, falan oyunlardan çıxır, 100 oyunlardan. Həmən adamlar gəlib Almaniyada, Fransada o oyunları oynaya bilmirlər. Niyə? Çünki qanun, hüquq icazə vermir. Məsələnin kökündə sistem yatır. Məsələnin kökündə idarəçilik yatır. Başa düşürsünüz məni?